Salam, hər vaxtınız xeyir olsun əziz futbol həvəskarları. Nəhayət səbirsizliklə gözlədiyimiz 2026 Dünya Çempionatının final oyunu gəlib çatdı. Bugün FIFA'nın rəsmi qaydaları ilə adlandırılan New York, New Jersey stadionundayıq və İspaniya və Argentina komandaları bugün üzbəüz gələcəklər və bu gözəl və maraqlı oyunu CBC Sport'un canlı efirində sizə mən Elvin Nəzirov şərh eləyəcəm və belə bir maraqlı fakt da var ki, 2008-ci ildə İspaniya Avropa çempionu olmuşdu və ardından 2010-cu ildə dünya çempionu oldular. İndi isə 2024-cü ildə Avropa çempionu oldular və görək bu dəfə həmin nailiyyətlərini davam elətdirə biləcəklərmi və Argentina komandası təbii ki də ikinci dəfə ardıcıl dünya çempionu olmağa çalışacaq. Və hakimin fiti ilə bu gözəl dünya çempionatı finalı oyunu başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Lamine Yamal gözəl keçdi. Rəqibini Ferran Torres oynadı. Dani Olmo'ya qayıtar. Lisandro Martinez gözəl keçdi və Dani Olmo hesab açır. Oyunun 3-cü dəqiqəsində saat işarəsini göstərir Dani Olmo. Erkən gol var New Jersey ştatında. İspanya 1, Argentina 0. Oyun başlar başlamaz İspanya milli komandası hesabı açır və Argentina şokdadır. Təbii ki bunu gözləmirdi Argentina. Gözəl oynadı orada Ferran Torres'e Dani Olmo və Lisandro Martinez orada geridə qoyur. Bax burada Lisandro Martinez geridə qoyur Dani Olmo və Emiliano Martinez'in eləyə biləcəyi heç bir şey yox idi təbii ki də orada. Gözəl zərbə indirmişdi Dani Olmo. Oyunun 3-cü dəqiqəsində istəyini satır İspaniya komandası. Gonzalo Montiel Grimaldo var qarşısında. Gözəl keçdi Grimaldo onu. McAllister'i görür içəriyə doğru ötürmə. Raya topu çox rahat tutur. Enzo Fernandez. Montiel topu itirir. Dani Olmo topladı. Hesabı artıra bilərdi Dani Olmo. Emiliano Martinez'in düz üstünə vurur topu. Nico topu qəbul edir. Montiel çox rahat keçir bugün. Nico topu gözəl çəkdi. Nico William təhlükəli zərbə indirir. Amma dəqiqliyi çatmırdı zərbədə. Almada Messi. Martinez zərbə gəlir. David Raya gözəl seyv eləyir. İspaniyanı Real gol vəziyyətindən xilas eləyir David Raya. Nico Williams. Montiel var yenə qarşısında. Montiel'i çox rahat keçir. Montiel'i yenə Nico Williams ötürmə. Dani Olmo hesab artır. Çox boş bırakıblar Dani Olmo'nu və Montiel. Nico Williams'a bacarmır bugün. Oyunun 52-ci dəqiqəsi və İspaniya hesabı 2-0 elir Argentina qarşısında. Argentina müdafiəsi bugün çox boşluq verir. Adi Montiel bax burada fikir verin artıq. Nico Williams'a heç cürə bacarmır. Dani Olmo'nu niyə boş bırakmışlar orada? Emiliano Martinez'in təbii yenə eləyəcəyi heç bir şey yox idi. Çünki müdafiə iki futbolçunu bağlaya bilmədi. Və bunun cəzası olaraq da artıq ikinci topu qapılarında görürlər. İspaniya çox yaxındır Dünya Kubokuna. Rodri. Pedri. Gözəl gördü Mikel Merino'nu. Borja Iglesias. Lisandro Martinez var qarşısında. Borja Iglesias və üçüncü top keçir Argentina'nın qapısından. Borja Iglesias yeni daxil olmuşdu oyuna Ferran Torres'in yerinə və oyunun 80-ci dəqiqəsində artıq hər şey bitdi Argentina üçün. Yəni buradan oyunu çöndərmək üçün Argentinaya sadəcə möcüzə lazımdır. O möcüzə də gerçəkləşəcəyini heç cürə sanmıram. Matadorlar artıq demək olar ki oyunun 80-ci dəqiqəsində 2026 dünya çempionu oldular deyə bilərik və 2008-ci 2010-cu ildəki uğurlarını artıq bu dəfədə gerçəkləşdirməyə həddindən artıq çox yaxındılar. Bəli, müdafiə bugün Argentinada çox zəif idi. Nico Gonzalez, Llorente'ni mükəmməl keçir Nico Gonzalez. Enzo oynadı. Enzo, Messi boşladı. Leo Messi və gol. Şərəf golunu vurur Argentina. 3-1 eləyir hesabı, amma çox gec vurdular qolu. 89-cu dəqiqədə qolu vurdu Argentina və ən azından
bir golun acığını çıxa bilirlər. 3-1 İspanya 3 Argentina 1. Və görək bundan sonra pressinqi artırıb ikinci topu vura biləcəkmi Argentina, yoxsa bu oyunda olan son gol mu olacaq? Onu bizə təbii ki dəqiqələr göstərəcək. Amma inanıram ki bundan sonra oyun biraz daha sürətlənə bilər Argentina adından. Artıq oyunun sonuna doğru yaxınlaşır. İspaniyada təbii ki vaxtı uzadır. Hakimin fitin gözləyirlər. Dünya çempionu adını almaq üçün və hakimin fiti ilə oyun bitir. İspaniya 2026 dünya çempionu oldu və bu onların tarixində artıq ikinci dünya kubokudur. 16 illik aradan sonra yenidən sevinən tərəf Matadorar olur. 2010-cu ildə sonuncu dəfə dünya çempionu olmuşlar və ilk dəfə təbii ki dünya çempionu olmuşlar 2010-cu ildə və bu artıq onların ikinci dünya kuboklarıdır. Argentina isə 2022-ci ildə olduqları dünya çempionluğunun ardını gətirə bilmədilər. İspaniya millisi təbii ki də kuboku qaldıracaq və mən də sizi bu gözəl görüntülərlə baş-başa buraxıram və gələn belə gözəl oyunlarda görüşənə qədər sağ olun, salamat qalın, futbolsuz qalmayın.